2014-2016-cı illəri əhatə edəcək Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı üzərində iş aparılır. Dövlət proqramının əvvəlki mərhələsi 2011-2013-cü illəri əhatə edən dövrdə Bakı və ətraf qəsəbələrin yeni inkişaf mərhələsinə qədəm qoyulub. Əhalinin qazla təminatının yaxşılaşdırılması üçün 3500 kilometrdən çox müxtəlif diametrli qaz xəttləri çəkilib. 132 min abonent qazla təmin edilib. Fasiləsiz elektrik enerjisi əldə etmək üçün 13 yarım stansiya tikilib. 26 stansiyada isə bərpa işləri aparılıb. İstilik təchizatı sahəsində 21 qazanxana tikilmiş və yaxud da modernləşdirilmişdir. 130 sosial obyekt istiliklə təchiz edilmişdir. 47 kilometr istilik xətləri çəkilmişdir. Bundan başqa qeyd edim ki, su təchizatı sahəsində 820 kilometr su xətti çəkilmişdir. 200 kilometr kanalizasiya xətti çəkilmişdir. Bu dövr ərzində Bakı kəndləri və ətraf qəsəbələrdə su ilə təmin edilən əhalinin sayı 900 mindən 1 milyon 760 minə çatıb. Bakı ətrafı qəsəbələrin yol infrastrukturu da diqqətdən kənar qalmayıb və həm qəsəbələrə aparan yollar, həm də daxili yollar yenidən qurulub. 3 milyon kvadratmetrdən çox yeni asfalt çəkilib. Proqram çərçivəsində təkcə sosial yox, iqtisadi layihələr də reallaşıb. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə yeni sahibkarlıq subyektləri yaradılıb. Fond bunun üçün 148,3 milyon manat güzəştli kredit verib. Bu isə Bakı ətrafı qəsəbələrdə 5300 yeni iş yerinin yaranması deməkdir. Dövlət proqramı çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu indiyədək Bakı ətrafı qəsəbələrdə 680 müəssisənin yaradılmasına və yenidən qurulmasına investisiya ayırıb. Belə müəssisələrdən biri də Bakıxanov çörək zavodudur. Burada gündə 42 min ton çörək istehsal edilir. Bakı şəhərinin ətraf qəsəbələrində 13 çörək istehsalı müəssisəsi maliyyələşdirilmişdir. 13 sahibkarlıq subyektinə 48 hektar ərazidə istixana kompleksinin yaradılması üçün dövlətin güzəştli kreditləri verilmişdir. Eyni zamanda 9 quşçuluq müəssisəsi maliyyələşdirilmişdir ki, bu quşçuluq müəssisəsinin 5,3 min ton quş əti və 69-67 milyon ədədə qədər əmtəlik və damazlıq yumurta istehsalı nəzərdə tutulur. Fonddan verilən məlumata görə Bakı ətrafı qəsəbələrdə sahibkarlığın stimullaşdırılması 2014-cü ildə də diqqət mərkəzində olacaq. Bu il bu məqsədlə 280 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır. Məbləğin 150 milyonu dövlət büdcəsi, qalanı isə geri qaytarılan vəsaitlər hesabına təmin olunacaq. Azərbaycanda yeni rabitə tarifləri qüvvəyə minib. Tarif Şurasının 2013-cü ilin dekabrın 3-də qəbul etdiyi qərara əsasən rabitə xidmətləri üzrə telefon çəkilişləri 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün 32 qəpiyə, şəhərlər arası danışıq tarifi isə 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə endirilib. Stasionar telefona görə isə abunə haqqı 2 manat 50 qəpiyə qaldırılıb. 2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 370 milyon dəyərində 41 min minik avtomobili gətirilib. Gürcüstanın Milli Statistika Xidmətinin hesabatında belə deyilir, bildirilir ki, bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 57,15%-ni təşkil edir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ölkədən ixrac olunan avtomobillərin həcmi 16,5% artıb. Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 647 milyon dollar olub və bu ölkənin ümumi ixracının 24,7%-ni təşkil edib. Rusiya hökuməti Belarusa 450 milyon dollar həcmində kredit ayırıb. Lakin bunun üçün Belarus qarşısında bir sıra şərtlər qoyub. Belə ki, Belarus hökuməti bundan öncəki borclarını, həmçinin Avrasiya İqtisadi Birliyinin böhran əleyhinə fondundan alınan kreditləri ödəməlidir. İlkin ödəniş 2017-ci ilin yanvarın 15-də baş tutacaq. Əgər Belarus tərəfi ödəniş vaxtını gecikdirərsə, o zaman rəsmi Moskva ödənilməmiş borcun üzərinə illik 6% əlavə edə bilər. Xatırladaq ki, Rusiya bundan öncə 2011-ci ildə Belarusa 3 milyard dollar məbləğində kredit ayırmışdı.
Latviya yanvarın 1-dən etibarən Avrozonaya daxil olub. Beləliklə də Latviya rəsmi valyuta kimi avronun istifadə olunduğu 18-ci Avropa ölkəsidir. Yerli banklar avroya keçid prosesinin əhaliyə maksimum zərərsiz ötüşməsi üçün müvafiq addımlar atıblar. Latviyalılar milli valyutada olan pullarını bank hesablarına köçürüb ki, bu da onların avtomatik olaraq avroya çevrilməsinə şərait yaradır. İlkin mərhələdə alış-veriş həm milli valyuta olan latla, həm də avro ilə həyata keçirilir. Lakin qalıq pul kimi yalnız avro qaytarılacaq. Daha sonra isə lat tamamilə dövriyyədən çıxarılacaq. Avropa Birliyi rəhbərliyi Latviyanın avroya keçidini ruh yüksəkliyi ilə qarşılayıb. Latviyanın Avrozonaya daxil olması Baltikanı Respublikanın gələcək davamlı inkişafının qarantıdır. Avroya keçid ölkənin iqtisadi gücünü daha da artıracaq. Bu, həm də mürəkkəb iqtisadi dirçəlmə mərhələsi keçən digər birlik ölkələrdən ümidverici nümunə olacaq. Birləşmiş Ştatlarda işsizliyə görə müavinət azaldıla bilər. Lakin insanların öyrəşdiyi bu prosesi dayandırmaq hazırda çox çətindir. Elə bu səbəbdən işsizliyə görə federal sığortanın həcmini azaltmaqla bağlı danışıqlar uzanır. İşsizlər üçün üstünlüklərin tətbiqi 2008-ci ildə kəmiyyət yumşaldılması proqramının tətbiqinə başlandıqdan sonra həyata keçirilməyə başlayıb. Bəzi analitiklər hesab edir ki, bu pullar mənasız yerə xərclənib. Hazırda isə müavinətlərin verilməsinin dayandırılması gündəmdədir. Lakin hələlik rəsmi qərar qəbul edilməyib. İtaliyanın avtomobil konserni Fiat, Birləşmiş Ştatların Chrysler avtonəhənginin səhmlərinin 41,46%-ni almaq barədə saziş imzalayıb. Səhmlərin ümumi dəyəri 3,65 milyard dollardır. Məsələ ilə bağlı danışıqlar bir ildən çoxdur ki, davam edirdi. Hazırda Fiat Chrysler şirkətinin səhmlərinin 60%-nə sahibdir. Bugün dünyanın əksər fond birjalarında eniş qeydə alınıb. Amerikanın Dow Jones və S&P 500 indeksləri 0,2%, Nasdaq 100 isə 0,3% eniblər. Yaponiyanın Nikkei 225 indeksi dəyərini 0,55% itirib. Almaniyanın DAX və Böyük Britaniyanın FTSE 100 indeksləri isə 0,5% ucuzlaşıb. Qiymətli metallar bazarı müsbət dinamika nümayiş etdirib, qızıl 1,2% bahalaşıb və günün sonuna yaxın 1218 dollara yüksəlib. Gümüşün qiyməti isə daha böyük sıçrayış edib və 20 dollara yaxınlaşıb. Platin 2,2% qalxıb, günün rekorduna imza atan metalsa palladium olub. Bu metal bir günə dəyərini 4% artırıb. Mis və alüminium isə təxminən 0,8% yüksəliblər. Light markalı neftin qiyməti 0,5% enib. Bu markadan olan qara qızılın bir bareli indi 98 dollar 16 sentdir. London birjasında hərraca çıxarılan Brent markalı neftin qiyməti 110 dollar 37 sent səviyyəsinə enib. Bu 0,56% ucuzlaşma deməkdir. Avro-dollar 1,3687'dir, dolar yen 105,39'a yüksəlib, funt sterling dollar isə 1,6547 səviyyəsindədir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 8 qəpik, Rusiya rublu 2,4 qəpik, Türk lirəsi isə 36 qəpik yarım.